Görkəmli şair, dramaturq, ictimai xadimimiz Səməd Vurğunun obrazı və çox koloritli yaradıcılığı zaman-zaman rəssamların ilham mənbəyi olub. Bu cür bədii nümunələrdən biri də xalq rəssamı Mikayıl Abdullayevin yaradıcılığına aid olan gördüyünüz Şairin Gəncliyi adlı rəsm əsəridir. Tablo 1975-ci ildə kətan üzərində yağlı boya texnikası ilə yaradılıb. Əsərdə gənc şair ilham aldığı təbiətin qoynunda, əsl təbiət vurğunu kimi dərin düşüncələr aləmində təsvir olunub. Qayalıq üzərində əyləşən Səməd Vurğunun sol tərəfindəki kitabı onun gələcəkdəki parlaq şairlik yoluna və hələ gənc yaşlardan sahib olduğu dərin intellektə işarədir. Rəssamın yumşaq rəng çalarları və keçidləri ilə poetikləşdirdiyi tabloya romantik bir ab-hava hakimdir.